Salam əziz dostlar, əziz kanalımızın istifadəçiləri. Bugünkü mövzumuz sizi ən çox maraqlandıran və ən çox narahat edən mövzulardan biri olacaq. Belə ki, milyonlarla insan dünyada əslində bu problemdən əziyyət çəkir. Bu problemlər insanlarda seksual uğursuzluq, cinsi fəaliyyətin zəifləməsi, cinsi əlaqədən qaçmaq, özgüvənsizlik və seksual disfunksiya yaradır. Bugünkü mövzumuz sperma xaric olma sürətinin, gücünün azalması və ya zəifləmiş eyakulyasiya olacaq. Niyə insanda sperma xaric olma gücünün və sürətinin azalması baş verir? Niyə sperma ifraz etmə qabiliyyətinin xaric olmasında zəifləmə baş verir? Bugün bunun müalicəsindən və səbəblərindən danışacağıq. Belə ki, sperma xaric olma funksiyası, eyakulyasiya və orqazm funksiyasını tənzim edən sinirlər adətən bunların fizioloji və ya psixogen səbəbdən pozulmasının nəticəsində bu sinirlərin funksional pozulmasının nəticəsində və bu refleksin funksional pozulmasının nəticəsində eyakulyasiya problemləri yaranır və eyakulyasiya gücünün, sürətinin zəifləməsi baş verir. Belə ki, bəzi pasiyentlər özündə qeyd edirlər ki, onlarda cinsi fəaliyyət, sərtləşmə və cinsi əlaqə prosesi normal olmasına baxmayaraq, onlar özləri də bilirlər ki, finala çata bilməyəcəklər, orqazm prosesini çata bilməyəcəklər və orqazm və eyakulyasiya prosesi olmayacaq. Digər pasiyentlər isə tamam başqa cür şikayətlər edir. Bu pasiyentlərdə cinsi əlaqənin optimal olmasına baxmayaraq, orqazm prosesi zamanı eyakulyasiya və həzz hissinin azalması baş verir. Tam başqa pasiyentlər isə cinsi əlaqə zamanı problemlərin olduğunu qeyd edir, amma masturbasiya vaxtı hər şeyin normal olmasından danışır. Ümumiyyətlə, bəzi hallarda pasiyentlərdə biz görürük ki, cinsi əlaqədən sonra onlar şikayətlənirlər spermanın heç gəlməməsinə, hansı ki, bu hala da biz aneyakulyasiya deyirik, yəni eyakulyasiyanın olmaması. İndi isə zəifləmiş eyakulyasiya, zəifləmiş sperma xaric olma və ya gücü azalmış sperma xaric olma probleminin səbəblərinə. Bu səbəbləri əslində bir neçə yerə bölmək olar. Mən bunları əsasən 10 əsas hissəyə bölmüşəm. Bu haqda sizinlə ətraflı danışacağıq. Birinci səbəb uzun müddət cinsi əlaqədə olmamaqdır. Əziz dostlar, uzun müddət cinsi əlaqədə olmadıqda deməli, kişi cinsi sistemində prostat vəzi, toxum kisəcikləri, xaya artımlarında durğunluq prosesi baş verir və nəticədə spermanın və kişilik mayesinin qatlaşması və azalması prosesi baş verir. Uzun müddət cinsi əlaqədə olmadıqda bu prosesin nəticəsində deməli, sperma xaric eləmə funksiyası, sürəti, gücü, spermanın xaric olma sürəti, gücü azala bilər və hansı səbəbdən? O səbəbdən ki, həm spermanın qatlaşması baş verir, həm də cinsi orqanlar, prostat vəzi, toxum kisəcikləri və xaya artımları tonusdan düşür. Bu tonusdan düşmə nəticəsində sperma xaric eləmə funksiyasının pozulmasına gətirib çıxarda bilər. İkinci ən böyük səbəb az maye qəbuludur. Bildiyimiz kimi orqanizmdə bütün proseslər demək olar ki, mayeli mühitdə gedir. Yəni, suyun iştirakı olmadan heç bir proses gedə bilməz, heç bir toxumada proses gedə bilməz və orqanizmin işləmə mexanizmi, ümumiyyətlə canlı təbiətin işləmə mexanizmi su ilə əlaqədardır. Ona görə uzun müddət az maye qəbulu nəticəsində necə ki, digər vəzlərdə funksiyalar zəifləyir, orqanizmdə qanın qatlaşması baş verir, həmçinin cinsi vəzlərdə də maye olduğuna görə, xaric olunan maye olduğuna görə, mayenin də 80-90% sudan ibarət olduğuna görə cinsi vəzlərdə də durğunluq və quruluq prosesi yaranır və bu da deməli, sperma xaric olma sürətinin və gücünün zəifləməsinə gətirib çıxarda bilər. Üçüncü səbəb prostat vəzi problemləridir. Prostat vəzidə keçirilmiş əməliyyatlar, vaxtı ilə prostat vəzinin iltihabı və ya hər hansı infeksiyon xəstəlikdən sonra iltihabı, qallıq əlamətləri infeksiyon xəstəliyin, xroniki prostatit və kəskinləşmiş prostatit, həmçinin prostat vəzinin hiperplaziyası və ya adenoması, deməli, cinsi funksiyanın, sperma xaric olma funksiyanın pozulmasını gətirib çıxarda bilər. Dördüncü səbəb, bu çox böyük səbəblərdəndir. Dördüncü səbəb, deməli, cinsi yolla yoluxan infeksiyon xəstəliklərdir. Cinsi yolla yoluxan infeksiyon xəstəliklər həqiqətən də insanda ciddi problemlər yaradır. Götürsək ki, əgər yoluxma yerindən daxil olan infeksiya
sidik kanalı boyu, prostat vəzi, həmçinin toxum hissəcikləri, həmçinin toxumdaşıyıcı yollarla xaya artımlarına qədər gətirib problem yaradır. Burada iltihab prosesi yaradır. İltihab prosesi ödemli vəziyyət yaradır və nəticədə orqazm və eyakulyasiya problemlərində, ifrazında problemlər yaşanır. Hansı ki, sidik çıxarıcı və sperma xaricidən yolların iltihabı səbəbindən. Növbəti səbəb, 5-ci səbəb, deməli, hormonal problemlərdir. Bu hormonlar, həm cinsi hormonların pozulması, disfunksiyası, məsələn, testosteron, prolaktin, lüteinləşdirici hormon, follikus edici hormon və ya estradiol, bu hormonların funksional pozulmaları, artmaları və ya azalmaları səbəbindən təbii ki, bu uzun bir mövzudur. Həmçinin digər hormonlara, məsələn, qalxana mənzəri vəzi, hipofiz vəzi və digər orqanizmdə olan böyrək üstü vəzlər və digər vəzlərin funksional pozulmasının nəticəsində orqazm və eyakulyasiya problemləri yarana bilər. Bundan başqa, orqazma çatan sinirlərin və orqazmı kontrol edən sinir uclarının zədələnməsindən yarana bilər. Keçirilmiş avtomobil qəzaları, travmalar, həmçinin şəkərli diabet və digər sistem xəstəliklərində sinirlərin zədələnməsi baş verir. Bu, təbii ki, onurğa beyni səviyyəsində zədələnmələr ola bilər, baş beyin səviyyəsində zədələnmələr ola bilər və hətta periferik sinirlərin, sinir uclarının zədələnməsi ola bilər ki, bunun nəticəsində də orqazmı kontrol edən refleks, eyakulyasiyanı kontrol edən refleksdə pozulmalar yaranır. Həmçinin zərərli vərdişlər, psixotrop maddələr və narkotik maddələr cinsi funksiyanın, deməli, sperma xaric olma funksiyasının xaric olmasında, sürətində, gücündə, əzələlərin reflektoru yığılmasında problemlər yarada bilir. Bundan başqa dərman maddələri, belə ki, əgər insanlar sidik qovucular, təzyiq əleyhinə dərmanlar, hormonal preparatlar və həmçinin antidepressantlar qəbul edirlərsə, bu halda deməli, həmçinin paralel seksual disfunksiya, cinsi zəiflik, erkən boşalma, həmçinin sperma xaric olma funksiyasının pozulması və eyakulyasiyanın sürətinin, gücünün refleksində yaranmış problem nəticəsində azalmasına gətirib çıxarda bilər. Digər 9-cu səbəb cinsi funksiyanın psixogen və yaxud da seksual psixoloji səbəbdən pozulmasından yaranır. Cinsi funksiyanın psixogen səbəbdən pozulmasına psixotravmalar, vaxtı ilə keçirilmiş psixoloji problemlər, masturbasiyadan psixoloji asıllıq, pornoqrafik filmlərdən psixoloji asıllıq, həmçinin bununla bərabər psixotravmaların yaratdığı psixoloji özgüvənsizlik və uğursuzluq, partnyorla olan problemlər, seksual partnyorla olan problemlər, həmçinin insanın daxilində olan xüsusi inanclar və dini faktorlar və digər faktorlar həmçinin bu prosesə gətirib çıxarda bilər. Digər səbəb isə bir kişinin yaş faktorudur. Kişinin yaşı çox olduqca, insanın yaşı artdıqca orqazmda və sperma xaricləmə funksiyasında zəifləmələr olur. Bundan əlavə yorğunluq, depressiya, stres, həmçinin bir də bunu qeyd eləmək istəyirəm ki, aşırı tez-tez cinsi əlaqədə olmaqda sperma xaric olma sürətinin, gücünün azalmasına gətirib çıxarda bilər. Bundan başqa danışmaq istəyirəm bu problemin həlli və müayinəsindən. Bu problemin müalicəsində biz adətən bir neçə üsullardan istifadə edirik, amma öncədən xəstə bizə müraciət eləyərkən həmin xəstənin psixoloji və seksual durumu haqqında ilkin anamnezdən məlumat alırıq. Təbii ki, bundan sonra, bu vəziyyətin dəyərləndirilməsindən sonra bizə məlum olur ki, xəstədə əsas problem və əsas şikayətlər hansılardır və bundan sonra hormonal, sidik, sperma və qan analizləri götürülür və bu analizlərin nəticəsinə görə səbəbə yönəlik, yəni xəstəliyin problemi səbəbə yönəlik müalicə olmasına çalışırıq. Təbii ki, hər zaman səbəbə yönəlik müalicə aparmaq olmur. Ona görə də bu halda, əgər bu səbəb tam araşdırılıb tapıla bilmirsə, onda məsələnin həlli istiqamətində, yəni simptomatik müalicə aparırıq ki, xəstənin problemləri aradan qalxsın. Ümumiyyətlə, müalicələrimiz əsasən 4 hissəyə bölünür. Birinci hissə
dərmanlarla apardığımız müalicələrdir. Dərmanlarla apardığımız müalicələrin içərisində bitki tərkibli və kimyəvi preparatlardan da istifadə edirik. İkinci müalicə fizioterapevtik aparatlarla müalicədir. Hansı ki, fizioterapevtik aparatlar, bura şok dalğa terapiyası, vibrasiya, maqnit, ultrasəs, bunlar cinsi orqanların qan dövranını yaxşılaşdırır və cinsi funksiyanın, cinsi əzələlərin tonusunu normal vəziyyətə çatdırır. Üçüncü əsas müalicə istiqamətimiz psixoloji texnikalardan istifadə etməklə xəstənin seksual problemini həll etmək. Onlara xəstələrə müəyyən texnikalardan istifadə etmək məsləhət gördükdə və ya onlarda həmin texnikadan istifadə etdikdə zaman-zaman proses öz qaydasına düşür. Dördüncü istiqamət xəstələrə, pasiyentlərə xüsusi tövsiyələrimiz o olur ki, onlar xüsusi məşq üsulları var. Hansı ki, o gimnastik və məşq üsullarından istifadə etməklə cinsi funksiyanın, sperma xaric olma sürətinin və gücünün yaxşılaşdırılmasını, sərtləşmə və erkən boşalma probleminin aradan qaldırılması üçün deməli, çox müsbət təsir göstərir həmin gimnastik hərəkətlər. Əziz dostlar, əziz kanalımızın istifadəçiləri, əgər hazırladığımız videoları bəyəndirsə, hazırladığımız videolar sizə müəyyən məlumat verə bildirsə, sizin probleminizin həll olunmasında və ya aşkara çıxarılmasında sizə köməklik eləyə bildiysə, videonu bəyəndirsə, videonu bəyən düyməsini basın, həmçinin kanalımıza abunə olun. Çünki yeni videolarla sizə kömək etməyə və sizi probleminizi həll eləməyə çalışacağıq. Sağ olun, xəstələnməyin.